Tbilisidə Novruz bayramı təntənə ilə qeyd olundu. Novruz bayramına həsr olunmuş tədbir Gürcüstanın Azərbaycanlı icmasının nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Ulu babalarımızdan, əcdadlarımızdan bizə qalan bu bayram əlbəttə ki, miras bayramıdır. Biz bu bayramı xüsusi olaraq böyük təntənə ilə qeyd edirik. Həm Azərbaycanda dövlət səviyyəsində Novruz bayramı bütün regionlarda, şəhərlərdə böyük bir izdihamla qeyd olunur. Bəs təqdirə layiq və sevindirici haldır ki, Gürcüstanda da bu böyük bir təntənə, coşqu hissi ilə qeyd olunur. Burada əlbəttə ki, xüsusi rola malik bizim 100 minlərlə soydaşlarımızın yaşamasıdır. Və Gürcüstan dövləti də burada yaşayan Azərbaycanlılarının milli, mənəvi dəyərlərinə, tarixinə xüsusi önəm verirlər və Gürcüstan dövlət rəsmiləri, bütün region rəhbərləri bizim birgə Azərbaycanlılarla bu gözəl Novruz bayramını təntənəli şəkildə qeyd edirlər. Əlbəttə ki, fürsətdən istifadə edib sizin kanal vasitəsilə qarşıdan gələn Novruz bayramı münasibəti ilə bizim dost qardaş Gürcüstan xalqını və Gürcüstanda yaşayan 100 minlərlə dəyərli Azərbaycanlılarımızı təbrik etmək istərdim. Bütövlükdə Gürcüstan xalqına, bizim dəyərli soydaşlarımıza əmin-amanlıq, firavanlıq, möhkəm can sağlığı və sülh arzu etmək istərdim. Bayramımız mübarək olsun. Bugün Tiflisin mərkəzində Gürcüstanın Azərbaycanlı icması ilə bir yerdə Novruz bayramını qeyd elədik. Düşünürəm ki, Novruz bizim milli bayramımızdır və bu milli bayram məhz bizi bir araya toplayan bir bayramdır və bu günü bir ənənə olaraq biz demək olar ki, hər il keçiririk və çox sevindirici haldır ki, bu gündə Tiflisdə Gürcüstanın bütün bölgələrində yaşayan Azərbaycanlılar toplandıq və bizim Gürcü dostlarımız bizimlə bərabər idi və biz birlikdə Novruz bayramını qeyd elədik. Tədbirdə rəsmi şəxslər və icma nümayəndələri çıxış edərək qonaqları təbrik etdilər. Novruzun dostluq, birlik və yenilənmə rəmzi olduğunu vurğuladılar. İlk növbədə Azərbaycanlı həmvətənlərimizi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Biz Gürcülər üçün Azərbaycanlı vətəndaşlarımızın inteqrasiyası, onların Gürcüstanda həyat şəraitinin yaxşılaşdırılması və Gürcüstan dövlətinin öz vətəndaşlarına təqdim etdiyi bütün imkanlardan yararlanmaları xüsusilə də vacibdir. Bunun üçün hamımız, xüsusilə xalq müdafiəsi aparatı olaraq, bütün qurumlarla koordinasiyalı şəkildə çalışaraq Azərbaycanlı Gürcüstan vətəndaşlarına ölkəmizdə mövcud olan bütün xidmətlərin və məlumatların əlçatan olmasını təmin etmək üçün əlimizdən gələni edirik. Bir daha hər kəsi bu yenilənmə və sevinç bayramı münasibəti ilə təbrik edir və onlara rifah, əmin-amanlıq arzulayıram. Bugün Novruz bayramıdır. Xalqımızın milli, keçmişdən qalan adət-ənənəsidir. Müqəddəs bir bayramdır. Novruz bayramı yaz bayramıdır. Yazın gəlişindən hər şeyin üzə çıxmağı, göyərməyi, gül çiçək açmağı sevimli bir bayramdır. Şadlıq, nə tərdim, qaynayıb coşan suların coşqun vaxtı gözəl bir bayramdır. Gürcü Azərbaycan xalqı bayramında bir, gen günündə bir, dar günündə bir, həmişə bir olur. Allahdan arzum budur, bu dostluq möhkəm olsun, həmişə bayram olsun, dostluğumuz bayram olsun. Bir bayram bayramın olsun, ellər heyranın olsun, düşmənin kör olsun, canım qurbanın olsun. Tədbir çərçivəsində milli musiqi və rəqs nömrələri, həmçinin Biz Uşaq Teatrının kiçik aktyorları tərəfindən Novruzla bağlı xüsusi tamaşa nümayiş olundu. Gecənin sonunda isə Novruzun rəmzlərindən biri olan tonqal qalandı. Mən bu bayram münasibəti ilə təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, hər birinin ailəsinə ruzu bərəkət arzulayıram. Mübarək olsun bayramınız. Hər kəsə salamlar. Öncəliklə Novruz bayramımızı mübarək edirəm və biz buraya Tbilis şəhərinə gəldik. Burada Kosa rolunu göstərdim mən və hamınızın Novruz bayramınız mübarək olsun. Bayram tədbirində Gürcüstan Azərbaycanlıları, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faik Quliyev, Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari, Gürcüstanın xalq müdafiəçisi Levan İoselyani, Gürcüstanın barışıq və bərabərlik üzrə dövlət nazirinin birinci muavini Liya Gigauri, rəsmi şəxslər və ictimai xadimlər iştirak etdilər.